Ukrayna sülh danışıqlarında Armagedon mərhələsi. Prezident Volodymyr Zelenski sülh planının yenilənmiş detallarını açıqlayıb. 20 maddəlik plan sənəd Rusiya ilə Ukrayna arasında tam və şübhəsiz hücum etməmə sazişini təşkil edir. Ukrayna təhlükəsizlik zəmanətləri alır, dinc dövrdə silahlı qüvvələrinin şəxsi heyətinin sayı 800 min nəfər səviyyəsində qalır. ABŞ, NATO və sənədi imzalayan Avropa dövlətləri Ukraynaya 5-ci maddəyə bənzər zəmanətlər verirlər. Yəni, Rusiya Ukraynaya hücum eləyərsə, koordinasiyalı hərbi cavab tədbirləri görüləcək və Rusiyaya qarşı bütün qlobal sanksiyalar bərpa ediləcək. Ukrayna Rusiya ərazisinə hücum eləyərsə və ya təxribat olmadan Rusiya ərazisinə atəş açarsa, təhlükəsizlik zəmanətləri qüvvədən düşmüş hesab ediləcək. Сейчас взрывная волна дойдет до нас. Sənəd nəzərdə tutur ki, Rusiya, Avropa və Ukraynaya hücum etməmə mövqeyini bütün zəruri qanun və sənədlərlə rəsmiləşdirsin. Ukrayna dəqiq müəyyən edilmiş vaxtda Avropa İttifaqının üzvü olacaq və Avropa bazarına qısa müddətli güzəştli çıxış imkanı əldə eləyəcək. Ukrayna müxtəlif iqtisadi sahələri əhatə eləyən qlobal inkişaf paketi alacaq, müharibədən zərər çəkmiş ərazilərin bərpası üçün birgə səylər göstəriləcək. Ukrayna nüvəsiz dövlət kimi qalmaq öhdəliyini təsdiqləyir. Vaşinqton təklif eləyir ki, Zaporojye Atom Elektrik Stansiyası Ukrayna, Rusiya və ABŞ tərəfindən birgə idarə edilsin, hər ölkə 33% nəzarətə malik olsun və ABŞ stansiyanın əsas nəzarətçisi kimi çıxış eləsin. Ukrayna isə Rusiyanın nəzarətinə qarşı çıxır, iki tərəfli istismar təklif eləyir. Ukrayna azlıqların dillərinin qorunması ilə bağlı Avropa İttifaqı qaydalarını təsdiqləmək öhdəliyi götürür. Sazişin qüvvəyə minməsi üçün Rusiya Dnepropetrovsk, Nikolayev, Sumi və Xarkiv vilayətlərinin işğal olunmuş hissələrindən qoşunlarını çıxarmalıdır. Sazişin icrasına nəzarət etmək üçün cəbhə xətti boyunca beynəlxalq qüvvələr yerləşdiriləcək. Rusiyanın bəzi ərazilərdən qoşunlarını çıxarması şərti ilə potensial azad iqtisadi zonalar yaratmaq planı da sənədə daxildir. Zelenski deyib ki, Ukrayna qoşunlarının çıxacağı istənilən əraziyə Ukrayna polisi nəzarət etməlidir. Rusiya Ukraynanın Dnepr çayı və Qara dənizdən kommersiya məqsədləri üçün istifadəsinə mane olmayacaq. Sənədə əsasən hər kəsin hər kəsə prinsipi ilə əsir mübadiləsi aparılmalıdır. Saxlanılan mülki şəxslər, o cümlədən uşaqlar və siyasi məhbuslar azad edilməlidir. Saziş imzalandıqdan sonra Ukrayna mümkün qədər tez prezident seçkiləri keçirməlidir. Hüquqi qüvvəyə malik sazişin icrasına ABŞ prezidenti Donald Trumpın sədrlik elədiyi Sülh Şurası nəzarət eləyəcək. Ukrayna, Avropa, NATO, Rusiya və ABŞ bu prosesin bir hissəsi olacaqlar. Pozuntular sanksiyalara səbəb olacaq. Bütün tərəflər sazişlə razılaşandan dərhal sonra atəşkəs qüvvəyə minəcək. Rusiyanın bu sənədə cavabı bu günlərdə məlum olmalıdır. Bloomberg isə Kremlə yaxın mənbəyə istinadla yazır ki, Moskva, Ukrayna və ABŞ arasında hazırlanmış 20 bəndlik sülh planına dəyişikliklər olunmasına çalışacaq.